Bu video izahında genetika bölməsinə toxunmaq istəyirəm. Artıq genetika bölməsi sizin üçün çətin olmayacaq. Genetika bölməsini ən asan formada, rahat üsulla izah eləyəcəm. Siz genetikanın ən sadə hissələrini daha yaxşı mənimsədikdən sonra qəliz hissələri sizin üçün problemli gəlməyəcək və artıq qəliz olan bölmə olmayacaq genetika sizin üçün. Genetika 9-cu sinifin dərsliyində və 10-cu sinifin dərsliyində yer almışdır. Genetika bəhs eləyir irsiyyətdən və dəyişkənlikdən. Bilirik ki, irsiyyət nədir? Valideyn fərdlərdə olan məlumatın yeni yaranacaq fərdə keçən xüsusiyyətidir, yəni genidir. Dəyişkənlik isə yaranan fərddə baş verən genetik dəyişkənlik və sonradan ətraf mühit təsirindən qazanılan dəyişkənlikdir. İlk öncə irsiyyət məsələlərinə toxunmaq istəyirəm. Bilirik ki, hər bir canlı orqanizm hüceyrədən təşkil olunmuşdur və hüceyrəsində irsi məlumatı saxlayır. Hüceyrədə nüvənin formalaşmış olan, yəni evkaryotlar, nüvəli orqanizmlər, bitkilər, heyvanlar, göbələklər və formalaşmış nüvəsi olmayan prokaryotlar. Hər birində irsi məlumat var. Məsələn, prokaryotların tək xromosomu, yəni DNT-si halqa şəkilli sitoplazmadadır. Yerdə qalan evkaryotlarda isə nüvədə toplanmışdır. Nüvədə həmin bu toplanan xromosomlar karyotip adlanır. Gəlin insan karyotipi üzərində genetikanı ilk təhlil eləyək. Belə ki, biz bilirik ki, irsi məlumatı saxlayan nədir? DNT. Bəs irsi məlumatı ötürən nədir? Xromosom. Digər video izahlarımda xromosomun quruluşu haqqında və xromosomun yaranması haqqında məlumat vermişdim. Belə ki, biz bilirik ki, bir xromatidli xromosom bir molekul DNT-dir. O ikiləşə bilir, 2 molekul DNT olur, yəni DNT-nin reduplikasiyası və birinci gərilmədən sentromer adlanan mərkəz hissədən həmin o hissələr birləşirlər. Xromosomlar, nüvənin xromosom yığımı adlanır karyotip. İnsan karyotipində 46 xromosom var, yəni diploid orqanizm, diploid somatik bədən hüceyrələrimizdə 46 xromosom var. Bu 46 xromosomun 44 dənəsi autosom xromosomdur. Autosom xromosom nə deməkdir? Yəni dişi və erkək fərdlərdə bir-birindən fərqlənməyən xromosomlardır. Bir cütü isə cinsi xromosomlar, yəni 2 dənə cinsi xromosom olur. Erkək fərdlərdə insan karyotipindən söhbət gedir. Heterozigotdur, yəni bir dənə X cinsi xromosomu, bir dənə Y cinsi xromosomu vardır. Dişi fərdlərdə isə X cinsi xromosomu vardır. Deməli, dedik ki, autosom xromosomlar dişi və erkəkdə fərqlənmirlər. Amma bir cüt cinsi xromosomlar dişi və erkək fərdlərdə fərqlənirlər. Beləliklə, biz xromosom müxtəlifliyinə baxsaq, dişi fərdlərdə 44 autosom, yəni onların 22-si bir-birlərinə homolojidirlər, eynidirlər. Homo sözü eyni deməkdir. Və cinsi xromosom XX olduğuna görə onlar da bir-birinə homolojidirlər. Yəni bir dənə X götürməyimiz müxtəliflik üçün doğru olacaqdır. Beləliklə, karyotipində 23 xromosom müxtəlifliyi olan fərd qadın fərdi olacaqdır. Kişilərdə isə 22 dənə autosom homolojidir, bir-birlərinə eynidir. XY heterogamet olduğuna görə bir dənə X müxtəlifliyi və bir dənə Y müxtəlifliyi, cəmi 24 xromosom müxtəlifliyi isə kişi orqanizmi üçün olacaqdır. Xromosomlarda genlər bilirik ki, irsi məlumatı ötürən hissəciklərdir. Genlər olur allel genlər və qeyri-allel genlər. Allel gen nə deməkdir? Baxın, bu homoloji xromosomlarda böyük A qameti ilə, böyük A geni ilə balaca A geni bir-birlərinə homolojidirlər. Homoloji nə deməkdir? Eyni müstəvidə yerləşənlər, eyni lokusda yerləşənlər homoloji xromosom cütü əmələ gətirirlər. Müxtəlif lokusda yerləşənlər isə qeyri-homoloji xromosomlardır. Yəni, böyük A, kiçik A ilə hal-hazırda homolojidir, amma böyük A, kiçik B ilə qeyri-homolojidir. Daha doğrusu, böyük A, kiçik A ilə allel gendir, böyük A ilə kiçik B qeyri-allel genlər cütünə aiddir. Orqanizmdə var, deməli, genlərin yığımı, var əlamətlərin yığımı. Genlərin yığımına genotip deyirik.
əlamətlərin yolu, yəni daxili əlamətin xarici zahirən vuruşu, daxili və xarici əlamətlərin cəmi görünən, zahirən görünən isə fenotip olunacaqdır. Fenotip əlamət olacaqdır. Biz genetikada bir neçə şərti işarələrdən və bir neçə anlayışlardan danışırıq. Genotip, fenotip, dominant, resessiv, allelgen, qeyri-allelgen, homoloji xromosom, qeyri-homoloji xromosom. Deməli, allelgen ilə qeyri-allelgeni izah etdik. Genotip və fenotip haqqında məlumat verdik. Gəlin dominant və resessiv haqqında məlumat verək. Dominant sözünün mənası deməli özünü idarə edəndir, hegemondur. Yəni birinci nəsildə birbaşa üzə çıxan əlamətlərdir. Resessiv isə gində qalır, bir neçə nəsil sonra üzə çıxa bilər. Amma ilk nəsildə adətən dominant əlamət onu bastırır və dominant üzə çıxır. Dominant əlamət insan üçün qara saç, qıvrım saç, qara göz, dərinin tünd rəngli olması, sifətdə çillərin olması, iri burun, qanın normal laxtalanması. Resessiv əlamət isə sarı saç, düz saç, mavi göz, açıq rəngli dəri, sifətdə çillərin olmaması, kiçik burun, qanın laxtalanması, hemofiliya. Bir neçə resessiv əlamətlər də, yəni və dominant əlamətlər də əlavə etmək olar. Məsələ şərtlərində adətən bunlar bizim üçün verilir. Digər anlayış homozigot və heterozigot anlayışıdır. Homozigot yəni homo sözü eyni deməkdir. Homozigot nə deməkdir? Böyük ya böyük B. Yəni dominantlar adətən əlifbanın böyük hərfləri ilə, resessivlər isə balaca hərflərlə işarə olunur. Homozigot anlayışı iki yerə bölünür. Homozigot dominant və homozigot resessiv. Homozigot dominant böyük A, böyük A genotipi olacaqdır. Homozigot resessiv olanda isə kiçik alar. Ümumiyyətlə resessivlər hər zaman homozigot olurlar. Dominantlar isə homozigot dominant ola bilər, heterozigot dominant ola bilər. Heterozigot isə genlərin müxtəlifliyidir. Məsələn, böyük A ilə kiçik A heterozigotdur, amma dominantdır. Çünki böyük A geni kiçik A geni üzərində dominantlıq eləyir və birinci nəsildə o dominant əlaməti üzə çıxarır. Bunu ətraflı izah eləyəcəm bir sonraki video izahımda. Deməli, irsiyyətin öyrənilməsi haqqında danışacağıq. İrsiyyətin öyrənilməsi üsulları vardır. Bunlardan biri genealoji üsuldur. Genealoji üsul nədir? Həmin bu dominant və resessiv əlamətlərin nəsildən nəsilə ötürülməsini öyrənir. Və genealoji üsulda ən azı öyrənilən əlamət 3 nəsil boyu öyrənilir. Belə ki, birinci nəsildə dominant yəni əlamət üzə çıxır, ikinci nəsildə də çıxa bilər, ancaq üçüncü nəsildə əgər eyni deməli əlamət varsa, resessiv əlamət varsa, üçüncü nəsildə mütləq şəkildə üzə çıxacaqdır. İkinci bir deməli irsiyyətin öyrənilməsi əkizlik üsuludur. Bilirik ki, əkizlik eyni yumurta əkizi və müxtəlif yumurta əkizi ola bilər. Birinci gəlin əkizlər haqqında qısa izah verim. Deməli, bir yumurta əkizi, yəni eyni yumurta əkizi nə deməkdir? Eyni yumurta əkizində mütləq şəkildə bir dənə yumurta hüceyrə var, bir dənə də spermatozoid var. Ümumiyyətlə bilirik ki, mayalanma yumurta hüceyrə ilə spermatozoidin birləşməsindən gedir. Eyni yumurta əkizində bir dənə yumurta var. Ancaq eyni yumurta əkizinin içərisində bir neçə döl ola bilər. Və eyni yumurta əkizlərinin bir dənə cifti olur. Bir ciftin içərisində 2, 4, 3 döl ola bilər. Onların hər birinin mayalanmasında yalnız və yalnız 2 gamet, yəni bir yumurta hüceyrə, bir dənə spermatozoid iştirak etmişdir. Eyni yumurta əkizində 2 dənə gamet var. Eyni yumurta əkizinin sayı nə qədər olursa olsun bir dənə cifti var. Amma göbək ciyəsi döllər nə qədərdirsə o qədərdir. Çünki hər bir göbək ciyəsi bir dənə dölü qidalandırmağa xidmət edir. Müxtəlif yumurta əkizlərində isə neçə dənə yumurta hüceyrə varsa o qədər də spermatozoid var. Belə ki, bir yumurta hüceyrəyə bir dənə spermatozoid birləşir. Bu bir dənə yəni dölün yaranmasıdır. Digər yumurta hüceyrəyə də digər spermatozoid birləşəcək. Bu da bir dölün yaranmasıdır. Yaranan müxtəlif yumurta əkizlərinin hər birinin özlərinin deməli cifti var. Ayrı-ayrı ciftə yerləşirlər və hər birinin yenə də göbək ciyəsi hərəsinin bir dənə olacaqdır. Belə ki, tutaq ki, bizə deyir ki, 4 dənə eyni yumurta əkizi var. Neçə gamet var?
8 dənə. Çünki üzr istəyirəm, müxtəlifdə 4 dənə müxtəlif yumurta əkizi var deyirsə, 8 dənə qamet var. 4 dənə yumurta hüceyrə var, 4 dənə də spermatozoid var. 4 dənə eyni yumurta əkizində neçə qamet var deyirsə, 2 dənə. Çünki bir yumurta hüceyrə var, bir dənə də spermatozoid var. Yəni eyni yumurtadan 4 dənə döləmələ gəlibdir. Və eyni yumurta əkizinin 4 dənə əkiz olmasına baxmayaraq, hər birinin bir dənə cifti olacaqdır. Amma 4 dənə müxtəlif yumurta əkizi varsa, elə 4 dənə də cift olacaqdır. Eyni yumurta əkizlərində yaranan döllər mütləq şəkildə eyni cinsi xromosom daşıyacaqdır. Tutaq ki, yumurta hüceyrəyi X-dir, onsuz da həmişə X olur. Yəni insandan söhbət gedir. Spermatozoid isə ya X-dir, ya Y-dir. Əgər X xromosomu daşıyan spermatozoid yumurta hüceyrəyə birləşibsə, eyni yumurta hüceyrəsində qızlar dünyaya gələcəkdir. Y birləşibsə, oğlanlar dünyaya gələcəkdir. Müxtəlif yumurta əkizində isə əmələ gələn döllər qız da ola bilər. Bir qız, bir oğlan da ola bilər. Hər ikisi oğlan da ola bilər, hər ikisi qız da ola bilərlər. Bəs əkizlik üsulu ilə irsiyyatı nəyi öyrənilir? Əkizlik üsulu ilə deməli genotipə ətraf mühitin təsiri öyrənilir. Belə ki, bu üsulla deməli sifətdə tirliliyin, barmaq izlərinin keçməsi, infeksion xəstəliklərin keçməsi elə əkizlik üsulu ilə öyrənilmiş. Deməli, mühitin genotipə təsirini öyrənən üsulumuz nə oldu? Əkizlik üsulu oldu. Digər üsul genetik üsuldur. Bu üsul xromosomlarda baş verən dəyişiklikləri öyrənir. Beləliklə, xromosomlarda baş verən dəyişiklik deyəndə biz bilirik ki, xromosomlar autosom xromosomları və cinsi xromosomlardır. Bu üsulla xromosomlarda artığın, əksikliyin, xromosomlarla ötürülən xəstəliklərin öyrənilməsi baş vermişdir. Məsələn, Down sindromlu insanın doğulması autosom xromosomun, yəni 21-ci cüt autosom xromosomda bir vahid artıqlığın müşahidə olunması ilə baş vermişdir. Yəni, sitogenetik üsul ilə Down sindromu, Shershevski-Turner, Edward-Patau və sair xəstəlikləri öyrənmək olar. Yəni, xromosomda baş verən hər hansısa bir miqdar dəyişikliklərini öyrənir. Digər üsul biokimyəvi üsuldur. Biokimyəvi üsul bilir ki, maddələr mübadiləsində baş verən hər hansısa bir dəyişikliklərlə öyrənilə bilər. Nümunə olaraq talasemiyanı göstərmək olar ki, bilirik ki, talasemiya oraq şəkilli hüceyrədir. Yəni, bilirik eritrositlər normalda disk şəkilli olmalıdırlar. Amma talasemiyalı insanlarda bu oraq şəkillidir və oksigenin normal paylanılmamasına gətirib çıxarır. Yəni, bu kimi maddələr mübadiləsində baş verən dəyişkənliklər isə biokimyəvi üsulla öyrənilir. Deməli, insan irsiyyətinin öyrənilmə üsulları genealoji, əkizlik, sitokinetik və biokimyəvi oldu. Genealoji dominant və resessiv əlamətlərin nəsildən nəslə ötürülməsini öyrəndi. Əkizlik mühitin genotipə təsirini öyrənəcək. Sitogenetik üsul xromosomların miqdarında və quruluşunda baş verən dəyişiklik, biokimyəvi üsul isə maddələr mübadiləsində baş verən dəyişikliklərlə bağlı olacaqdır. İrsi xəstəliklərə gəldikdə isə irsi xəstəliklər deməli bilirik ki, irsən valideynlərdən yaranan yeni fərqlərə keçən xəstəliklərdir. İrsi xəstəliklərə aid eləyə bilərik biz autosom xromosomlarla ötürülənlər və cinsi xromosomlarla ötürülənlərə. Autosom xromosomlarla ötürülənlərə deyəcəyik, məsələn, talasemiyanın özü olsun, autosom xromosomlarla ötürülür, şəkərli diabet və sair xəstəliyi deyə bilərik. Yəni, genlərdə baş verən dəyişkənlik. Və genlərdə baş verən dəyişkənliyi belə izah eləyə bilərik ki, məsələn, albinizm xəstəliyi, rəng körlüğü. Albinizm nə idi? Dəridə melanin pigmentinin olmaması nəticəsində orqanizmdə deməli rəng pigmenti yoxdursa, saçlar, kirpiklər, hər bir hissə ağ rəngdə olacaqdır. Rəng körlüğü daltonizm X xromosomu ilə ötürülən xəstəlikdir və burada da yaşıl və qırmızı rəngi ayırt eləyə bilməyəcəkdir. Xromosomların miqdarı ilə bağlı dəyişkənlikdə, məsələn, bayaq dediyimiz Down sindromunu göstərə bilərik ki, onlarda 21-ci cüt xromosomun artıqlığını göstərə bilərik. Cinsiyyət xromosomunun təyininə baxanda, yəni cinsiyyətlə ilişikli irsiyyət mövzusuna baxanda isə deyə bilərik ki, biz bilirik autosomlarla ötürülən xəstəliklər və nə dedik? Cinsi xromosomlarla ötürülən xəstəliklər. Autosomla ötürülən xəstəliklərə hansı xəstəliklərdir? Talasemiyadır, şəkərli diabetdir,
albinizmdir. Bunlar autosomlarla ötürülənlərdir. Cinsi ilə, yəni X cinsi xromosomu ilə ötürülən xəstəliklər var, Y cinsi xromosomu ilə ötürülən xəstəliklər var. Y cinsi xromosomu ilə ötürülən xəstəliklərə qulaqda tökülülüyün, dərinin balıq dərisi kimi pulcuqlu olması, bunlar yalnız kişilərdə rast gəlinən xəstəliklərdir. Çünki yalnız Y xromosomu ilə ötürülür. X xromosomu ilə ötürülən xəstəliklərə misal olaraq hemofiliyanı göstərə bilərik və rəng körlüyünü göstərə bilərik. Gəlin baxaq görək X ilə xromosom. Əgər tam sağlam xromosomdan söhbət gedirsə, böyük H ilə işarəli olacaq, yəni dominantdır. Bu sağlam X xromosomudur. Xəstəliyi daşıyan xromosom isə, yəni ötürən xromosom isə balaca H ilə işarə olunacaqdır ki, bu da resessiv əlamətdir. Çünki hemofiliya və rəng körlüyü resessiv ötürülən əlamətdir. Belə ki, gəlin baxaq görək hansı əlaməti daşıyan qadın orqanizmi olacaqdır. Tam sağlam qadın orqanizmi ola bilər, yəni hemofiliya xəstəliyi genində belə yoxdur. Xəstə orqanizm ola bilər, yəni hemofiliyalı qadın orqanizmidir və hemofiliya xəstəliyini daşıyan orqanizm ola bilər ki, bu insan özü fenotipcə xəstə deyil, amma geni daşıya bilir. Kişilər isə ya tam sağlamdırlar, yəni böyük X xromosomu varsa tam sağlam oğlandır və yaxud da ki, xəstə oğlandır. Çünki burada bir dənə X xromosomu rast gəlinir. Gəlin baxaq görək, sağlam qadın ilə təbii ki, sağlam kişinin nigahından tam sağlam uşaqlar dünyaya gələcəkdir. Homozigotlar qamet verərkən bir dənə qamet verirlər, yəni sağlam X qameti. Heterozigot isə 2 dənə qamet verir, sağlam X qameti və Y qameti. X ilə Y-in birləşməsindən alınan, deməli, doğulan fərd sağlam qız olacaqdır. X ilə Y-in birləşməsindən doğulan fərd oğlan isə tam sağlam olacaqdır. Yox, əgər burada, deməli, qadın daşıyıcı olarsa, gəlin o əlamətə baxaq. Qadın daşıyıcıdır, kişi sağlamdırsa, burada sağlam və xəstə uşaqlar dünyaya gələ bilirlər. Belə ki, artıq burada biz heteroqamet görürük. Niyə? Çünki bir sağlam X qameti var, bir də xəstə X qameti, yəni resessiv əlamətli X qameti var. Sağlam X və sağlam Y. X ilə sağlam X-lərin birləşməsindən, yəni dominant sağlam qız dünyaya gəldi. X ilə Y-in birləşməsindən sağlam oğlan dünyaya gəldi. Balaca X, yəni resessiv X xromosomu ilə, yəni daşıyıcı X xromosomu ilə sağlam birləşəndə əmələ gəldi daşıyıcı qadın. Deməli, xəstəliyi daşıyan X xromosomu ilə Y birləşəndə xəstə oğlan dünyaya gəlmiş oldu. Yəni, birləşmələr bu cür olaraq, deməli, daşıyıcılar özləri sağlam olsalar da 1/4 ehtimal xəstə uşaq dünyaya gətirmə ehtimalları var. Daltonizm xəstəliyi üçün də eyni ötürücülük bu şəkildə olacaq.